Salam əziz abituriyentlər və müəllimlər. Bu gün sizlərə sinonimlər, antonimlər, terminlər, dialekt sözlər və arxaizmləri izah edəcəm. Dərsimizə keçmədən öncə videoları bəyənib kanala abunə olmağı unutmayın. Deməli, ilk öncə başlayaq sinonimlərdən. Sinonimlər. Sinonimlər nəyə deyilir? Sinonimlər deyiliş və yazılışı müxtəlif, leksik mənaları isə eyni və ya yaxın olan sözlərə deyilir. Deməli, sinonimlər nədir? Deyilişi və yazılışı müxtəlif, ancaq leksik mənaları eyni və yaxud da yaxın olan sözlərə deyilir. Məsələn, nümunə olaraq deyirəm insan və adam sözlərini. İnsan və adam eyni mənanı ifadə edir, yəni mənası eyni olan sinonimlərdir. Amma məsələn, tutaq ki, deyirəm könül, qəlb sözlərini, mənası yaxın olan sözlərdir. Biz baxsaq, hər iki cütlükdə də deyiliş də yazılış da fərqlidir, ancaq leksik məna ya eynidir, ya da yaxındır. Bu sözlərə deyirik sinonimlər. Və sinonimlər nitqdə yersiz təkrarların qarşısını alır. Nitqdə yersiz təkrarların qarşısını alır. Bu nə deməkdir? Bunu biz adətən görürük bədii ədəbiyyatda. Məsələn, tutaq ki, şair bir qızın gözəl olduğunu bildirmək istəyir. Bu zaman gözəl qız deməyə əvəzinə necə deyir? Gözəl, göyçək, qəşəng qız. Yəni, 3 dəfə gözəl sözündən istifadə etməyə əvəzinə gözəl sözünün sinonimlərindən istifadə etdi. Deməli, nitqdə yersiz təkrarların qarşısını alan nədir? Sinonimlərdir. Daha sonra sinonimləri iki qrupa bölürük. Var mütləq sinonimlər və bir də var nisbi sinonimlər. Mütləq sinonimlər mənaları eyni olan sinonimlərdir. Nisbi sinonimlər isə mənaları yaxın olan sinonimlərdir. Yəni, mütləq sinonimlər hər zaman bir-birini əvəz edir. Ancaq nisbi sinonimlər bir-birini əvəz edə də bilər, etməyə də bilər. Etməyə də. Yəni, biz bunu məntiqlə fikirləşsək, əgər məna eynidirsə, eyni mənanı ifadə edirsə, deməli, bu sinonimlər hər zaman bir-birini əvəz etməlidir. Amma məna yaxındırsa, bu cümlədən, işlənmə yerindən asılıdır. Bəzi cümlələr ola bilər ki, orada əvəz edər, ancaq bəzi cümlələr də olar ki, orada əvəz edə bilməz. Məsələn, mütləq sinonimlərə deyirəm eynək, gözlük və çeşmək. Eynək, gözlük, çeşmək eyni əşyanın müxtəlif adlarıdır. Eynək almağa gedirəm, gözlük almağa gedirəm, çeşmək almağa gedirəm. Və yaxud eynək taxdım, gözlük taxdım, çeşmək taxdım. Asanlıqla bir-birini əvəz edə bilər, düzdürmü? Və yaxud məsələn deyirəm oturmaq, əyləşmək sözünü. Oturmaq elə əyləşmək deməkdir. Hər zaman oturmaq sözünün əvəzinə əyləşmək sözünü istifadə edə bilərik. Və yaxud məsələn ağ yerinə bəyaz hər zaman istifadə edə bilər. Çünki ağ rəngin elə digər adı da bəyazdır. Və yaxud siyah, qara və s. Ancaq nisbi sinonimlərdə bunu deyə bilmirik. Məsələn, tutaq ki, elə gözəl, göyçək, qəşəng sözünü götürsək, gözəl, göyçək, qəşəng. Məsələn, deyirəm gözəl qız, göyçək qız və qəşəng qız. Bu zaman bir-birini əvəz etdi. Ancaq məsələn, tutaq ki, deyirəm fikir sözü ilə gözəl fikir deyirik, amma göyçək fikir deyə bilirik? Xeyr, deyə bilmirik. Deməli, artıq bəzi məqamlarda əvəz edir, bəzi məqamlarda əvəz etmir. Və yaxud məsələn, götürək ürək, könül, qəlb sözlərini. Mənaları yaxın olan sinonimlərdir. Məsələn, adi halda könlümə düşmüsən, qəlbimə düşmüsən, ürəyimə düşmüsən deyə bilirik. Ancaq məsələn, xəstəxanaya getmişik, biz həkimə deyə bilərik, həkim könlüm ağrıyır və yaxud qəlbim ağrıyır. Xeyr, bu zaman artıq sadəcə nə deyə bilərik? Ürək sözündən istifadə edə bilərik. Deməli, bunlar olur nisbi sinonimlər. Ancaq məna hər zaman əvəz eləyirsə bir-birini, bu zaman artıq nə götürəcəyik? Mütləq sinonimlər götürürük. Ümumiyyətlə belə yadda saxlayaq ki, mütləq sinonimlər mənaları eyni olan sözlərdir, nisbi sinonimlər isə mənaları yaxın olan sözlərdir.
Daha sonra var leksik sinonimlik və qrammatik sinonimlik. Leksik sinonimlik əsas nitq hissələrinin sinonimliyidir. Nitq hissələri. Ancaq qrammatik sinonimlik köməkçi nitq hissələri və şəkilçilərin sinonimliyidir. Şəkilçilər. Deməli, leksik sinonimlik nədir? Leksik mənası olanlar əsas nitq hissələrinin sinonimliyidir. Qrammatik sinonimlik nədir? Yalnız qrammatik mənası olan, yəni köməkçi nitq hissələrin və şəkilçilərin sinonimliyidir. Məsələn, qeyd etdiyimiz insan, adam nitq hissəsi olaraq isimdir, könül, qəlb nitq hissəsi olaraq isimdir. Və yaxud məsələn deyirik böyük, iri nitq hissəsi olaraq sifətdir. Bunlar hansı olacaqdır? Əsas nitq hissələrdir, düzdürmü? Ona görə leksik sinonimlikdir. Amma köməkçi hissələrindən məsələn tutaq ki deyirəm, şəhərə kimi sənlə gedəcəm. Burada kiminin yerinə deyə bilərəm, şəhərədək sənlə gedəcəm, şəhərə qədər sənlə gedəcəm. Deməli, kimi, dək, qədər, bunlar nədir nitq hissəsi olaraq? Qoşmadır. Bir-birini əvəz etdi, deməli, bir-birinin sinonimidir. Ümumiyyətlə, köməkçi nitq hissələrində eyni məna növünə daxil olanlar adətən bir-birinin sinonimi olur. Ona görə kimi, dək, qədər sinonimdir. Və nitq hissəsi olaraq qoşma olduğu üçün bu artıq nə olacaq? Qrammatik sinonimli olacaq. Şəkilçilərin sinonimliyində, məsələn, nümunə olaraq deyirəm, bivəfa və vəfasız sözüdür. Biz baxsaq, vəfa eyni sözdür, düzdürmü? Bu sözə bir şəkilsini artıranda da yolundan sözündən dönən mənasını ifadə edir. Sız şəkilsini artıranda da eyni mənanı ifadə edir. Deməli, artıq bu bir və sız şəkilsi nə olacaq? Qrammatik sinonim şəkilçilər olacaq. Bir də çox önəm yetirəcəyiniz bir məqam, bu sözlərin özü sinonimdirmi? Xeyr. Bivəfa və vəfasız sözü sinonim deyil. Niyə sinonim deyil? Baxın, biz sinonimin yazılışında deyirik, tərifində deyirik, deyilişi və yazılışı müxtəlifdir. Burada biz şəkilçiləri çıxsaq, eyni söz qalır. Biz eyni sözü də necə sinonimli olaraq götürə bilərik? Yəni, bu sözdə yaxın mənanı formalaşdıran nədir? Eyni mənanı formalaşdıran nədir? Sadəcə bir və sız şəkilçisi. Bu sözlər vəfa sözün köküdür, sız və bir leksik şəkilçilərdir. Bunlar eyni köklü sözlərdir. Kökü eyni olan sözləri nə sinonim götürmək olmaz, nə də antonim götürmək olmaz. Bunlar eyni köklü sözlərdir. Yəni, sizə desə ki, bir vəfa və vəfasız sözü sinonimdirmi? Xeyr, sinonim deyil. Amma sizə desə ki, bu sözlərdə bir və sız şəkilçisi qrammatik sinonimdir, bəli, bu zaman doğrudur. Çünki şəkilçiyə baxsaq, nə yazılışı eyni deyil, nə tələffüzü eyni deyil, ancaq eyni mənanı formalaşdır. Ona görə şəkilçimiz sinonim şəkilçidir, ancaq sözümüz sinonim deyil. Buna diqqətli olun. Daha sonra sinonimlər eyni nitq hissəsi olur. Sinonimlər mütləq eyni nitq hissəsi olur. Yəni, əgər bir isim götürürüksə, onun sinonimi də nə olmalıdır? Elə ism olmalıdır. Biz ismin sinoniminə durub sifət və yaxud sifətin sinoniminə durub zərf deyə bilmərik. Məsələn, tutaq ki, nümunə olaraq yazıram məşhur sözünü və tanınmış sözünü. Məşhur və tanınmış eyni mənanı ifadə ediyor, düzdürmü? Amma biz bu sözləri sinonim olaraq götürmürük. Niyə? Çünki məşhur sözü nitq hissəsi olaraq sifətdir. Ancaq tanınmış sözü nitq hissəsi olaraq nədir? Feildir. Daha dəqiq desək, bu feili sifətdir. Yəni, birinin nitq hissəsi sifət, birinin nitq hissəsi feildir. Ona görə bu sözləri qətiyyən sinonim olaraq götürmək olmaz. Daha sonra bir də diqqət yetirməlisiniz sinonimlərdə sözün quruluşda növü məsələsinə. Heç bir qayda yoxdur ki, biz deyə bilmərik ki, sadə sözün sinonimi ya da sadə olmalıdır. Sadə sözün sinonimi düzəltmə mürəkkəb ola bilməz. Xeyr, sözün quruluşla növünün nə sinonimliyə, nə də antonimliyə heç bir aidiyyatı yoxdur. Məsələn, tutaq ki, eynək gözlük, çeşmə sözlərində. Eynək sadə sözdür, sinonimi gözlük sözdür. Gözlük sözünün sözün kökü gözdür, lüqlük şəkilsi leksik şəkilsidir. Yəni, bu sadə sözdür, bu düzəltmə sözdür. Heç bir aidiyyatı yoxdur. Sözün quruluşla növünün sinonimliyə, antonimliyə heç bir aidiyyatı yoxdur. Bu da olur sinonimlər. Sinonimlər çox asan bir bölmədir. Ancaq testləri işləyən zaman sizin ən azı 2-3 variantınız mütləq müxtəlif nitq hissəsi verir.
Normalda test toplusunda və yaxud qəbul imtahanlarında rastgərlik 3 variant müxtəlif nitq hissəsi verir. Bir variantınızda antonimlər verir, bir variantınızda cavab olur. Yəni asan şəkildə sinonimləri tapa bilərsiniz. Daha sonra antonimlər. Antonimlər də yenə yazılışı və deyilişi fərqli, mənaca bir-birinin əksi olan sözlərə deyilir. Bir-birinin əksi olan sözlərə deyilir. Yəni, antonimlər nəyə deyilir? Antonimlər əks mənalı sözlərə deyilir. Və antonimlikdə yenə mütləq eyni nitq hissəsinə aid olmalıdır. Eyni nitq hissəsinə aid olur. Məsələn, tutaq ki, ümumi olaraq deyirəm, ağ, nitq hissəsi olaraq sifətdir. Bunun yerinə nə deyəcəyik? Antonim olaraq qara. Və yaxud məsələn, yaxşı, antonim olaraq nə deyəcəyik? Pis. Və yaxud deyirəm, əyləşmək, antonim olaraq qalxmaq və s. Yəni, antonimlər nədir? Bir-birinin əksi olan sözlərdir. Mütləq nə olmalıdır? Eyni nitq hissəsi olmalıdır. Məsələn, test toplusunda belə bir testiniz var. Qəmlə bağlı leksik xüsusiyyətlərdən doğrunu soruşur və variantın birində deyir ki, şad sözündən antonimdir. Düzdür, deyirik ki, qəm, bunun əksi də şaddır, düzdür. Xeyr, nitq hissəsi olaraq müxtəlif nitq hissəsidir. Qəm nə sualına cavab verir? Bu nitq hissəsi olaraq isimdir. Ancaq şad necə sualına cavab verir? Bu nitq hissəsi olaraq sifətdir. Deməli, müxtəlif nitq hissəsi olduğu üçün bu sözlər antonim sayılır. Bu məqamda diqqətli olmaq lazımdır. Məsələn, düz əksi olaraq əyrilik deyə bilmərik. Düzün əksinə əyri deyə bilərik. Amma əyrilik deyə bilmərik, çünki artıq lik şəkilsini artıranda olur nitq hissəsi olaraq isim. Düzdə nitq hissəsi olaraq sifətdir. Sifətlə isim artıq antonim olmaz. Yəni antonimlərdir, sinonimlərdir, bunlar mütləq eyni nitq hissəsi olur. Ümumiyyətlə, leksikologiyada homonimlərdən başqa geridə qalan nə varsa, hamısı eyni nitq hissəsi olmalıdır. Bunu yadda saxlayaq. Daha sonra antonimlərdə də yenə var leksik antonimlik və qrammatik antonimlik. Leksik antonimlik yenə əsas nitq hissələri, qrammatik antonimlik isə köməkçi nitq hissələri və həmçinin də şəkilçilər. Deməli, əsas nitq hissələri məsələn elə ağ, qara, yaxşı, pis bunlar əsas nitq hissəsidir. Köməkçi nitq hissələri və şəkilçilərdə yenə qrammatik məna olduğu üçün sadəcə götürürük qrammatik antonimi. Məsələn, tutaq ki, deyirəm yağlı və yağsız sözlərini. Sözün kökü yağdır hər ikisində. Ona görə bu sözlər antonim sayılmaz. Çünki nədir? Eyni köklü sözlərdir. Eynən sinonimlərdəki məsələ. Ancaq biz bu yağ sözünə l şəkilsini və sız şəkilsini qoşduqda tamamen bir-birinin əksini formalaşdır. Deməli, bizə burada desək ki, l, li, lulü və sız, susuz şəkilsi qrammatik antonimdir, bəli, doğrudur. Amma desək yağlı, yağsız sözü antonimdir, bu zaman artıq yanlış olacaq. Daha sonra antonimlərdən ədəbiyyatda istifadə olunur bədii təzad yaratmaq üçün. Təzad da bir-birinə zidd olan sözlər və yaxud da anlayışlar mənasını ifadə edir. Yəni, ağ-qara sözü elə həmçində ədəbiyyatda nə olacaqdır? Bədii təzad olacaqdır. Bütün təzadlar antonimdir deyə bilmərik, ancaq bütün antonimlər təzad yaradır deyə bilərik. Çünki bütün antonimlərin mənası bir-birinin əksini bildirir. Təzadda da məna bir-birinin əksini bildirməlidir. Ona görə bütün antonimləri təzad olaraq götürürük. Diqqət yetirmək lazımdır. Təzad olaraq bir dənə mürəkkəb söz mənasında işlənməsin. Ancaq təbii ki, ayrı-ayrılıqda, məsələn, birinci misranızda ağ yazıb, ikinci misranızda qara yazıb, bəli, bu zaman antonimdir və bədii təzad yaratmışdır. Ancaq bütün təzadlar antonimdir deyə bilmərik, çünki cümlələr də bir-biri ilə təzad formalaşdıra bilər. Məsələn, mən oxuyuram, sən oxumursan. Cümlələr bir-birinin əksini bildirir. Və yaxud da, məsələn, Bəxtiyar Vahabzadədən bir misra deyim, deyir, həyata hamiləykən ölüm doğdu o gecə.
Həyata hamilə olmaq bu müsbət bir anlayışdır, amma ölümün doğulmağı bu mənfi bir anlayışdır. Məsələn, iki cümlə arasında ziddiyyət var, bu təzaddır. İndi biz burada deyə bilərik ki, burada antonimdən istifadə olunubdur. Təbii ki, deyə bilmərik. Yəni, bütün antonimlər təzad yarada bilər, amma bütün təzadlar antonim deyil. Amma tez-tez cümlə olaraq nədir? Antonimlər təzad yaratmağa xidmət edir. Ümumiyyətlə, omonimlərdə, sinonimlərdə və antonimlərdə ədəbiyyatla bağlı belə bir cümlələr var. Omonimlərdə deyirik ki, cinas qafiyə formalaşdırmağa xidmət edir. Sinonimlərdə deyirik, yersiz təkrarların qarşısını alır. Antonimlərdə deyirik, bədii təzad yaratmağa xidmət edir. Bu da olur antonimlər. Daha sonra terminlər. Terminlər müxtəlif elm sahələrinə aid olan sözlərdir. Müxtəlif elm sahələrinə aid olan sözlər. Həmçinin terminlərə ixtisas sözləri də deyilir. İxtisas sözləri. Deməli, terminlərə nə deyilir? Müxtəlif elm sahələrinə aid olan sözlər tərifidir, ixtisas sözləri də deyilir. Ümumiyyətlə, terminləri izah etmədən öncə ümumişlək və ümumişlək olmayan leksika haqqında məlumat verək. Ümumişlək və ümumişlək olmayan leksika nə deməkdir? Baxın, ümumi işlək, yəni ümumilikdə hər kəs tərəfindən işlədilən və mənası başa düşülən sözlər ümumişlək leksikanı təşkil edir. Ancaq mənası hər kəs tərəfindən başa düşülməyən sözlər ümumişlək olmayan leksikanı təşkil edir. Ümumişlək olmayan leksikaya daxildir nələr? Dörd qrup söz. Bunlardan terminlər, dialektlər, köhnəlmiş sözlər və neologizmlər. Neologizmlər yeni yaranan sözlərdir. Yeni yaranan sözlər. Deməli, terminlər, dialektlər, köhnəlmiş sözlər və neologizmlər. Bunlar ümumişlək olmayan leksikaya aiddir. Yəni, bu dörd qrup sözün dördü də bütün insanlar tərəfindən mənası başa düşülmür. Çox asan bir yol deyirəm, yadda saxlayaq. Terminlər dedik ki, müxtəlif elm sahələrinə aid olan sözlərdir. Məsələn, Azərbaycan dilindən mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Sizcə bu sözlərin mənasını hər kəs başa düşürmü? Məsələn, bunu Azərbaycan dili müəllimləri başa düşəcək, qəbula hazırlaşan və yaxud da məktəbdə oxuyan şagirdlər, abituriyentlər biləcək və s. Məsələn, tutaq ki, hər hansı oxumamış bir şəxsə desən ki, mübtəda nədir? O bir cavab verə biləcək? Xeyr. Bəlkə də birinci dəfə eşitmiş kimi olacaq. Ona görə terminlərin mənası hər kəs tərəfindən başa düşülmür. Hansı ixtisas sahibləri işlədirsə, həmin ixtisas sahibləri üçün terminlər ümumişləkdir. Amma ümumilikdə hər kəs üçün ümumişlək olmayan sözlərdir. Daha sonra dialektlər. Dialektlər müxtəlif bölgə daxilində işlədilən sözlərdir. Məsələn, sırf söz var ki, onu sadəcə gəncəllər işlədir, sadəcə şəkillər işlədir. Digər bölgədə o sözü işlətsək, onun mənasını başa düşməyəcəklər. Məsələn, tutaq ki, deyirik Peyğəmbəri. Peyğəmbərin sözünün mənasını sizcə hər kəs bilir ki, bu qarğıdalı deməkdir. Təbii ki, xeyr. Ona görə dialektlər də ümumişlək olmayan leksikadır. Daha sonra köhnəlmiş sözlər. Köhnəlmiş sözlər iki qrupa bölünür. Tarixizmlər, arxaizmlər. İndi qeyd edəcəm. Məsələn, tutaq ki, götürək darğa sözünü. Darğa sözünün mənasını bugün hər hansısa bir şəxsə versək, təbii ki, mənasını bilməyəcəkdir. Və yaxud, məsələn, arı sözünün keçmiş mənasını sorursaq, heç kəs mənasını bilməyəcək. Çünki, məsələn, təmiz mənasını biz bugün təmiz deyirik. Heç kəs təmiz sözünə arı işlətmir. Arı sözünün mənasını sorursaq, hamı nə deyəcək? Həşarat deyəcək. Ona görə köhnəlmiş sözlərdə ümumişlək olmayan leksikadır. Neologizmlərdə yeni yaranan sözlərdir. Yeni yaranan sözlərdə sadəcə olaraq, məsələn, tutaq ki, dünya görüşü yüksək olan şəxslər, daimi elmlə, incəsənətlə məşğul olan şəxslər və s. bu şəxslər bilə bilər ki, yeni sözlər yaranıb, bunun mənası budur. Məsələn, biz çoxumuz hansı sözdən istifadə edirik ayaqqabı geyinərkən? Rajok sözünü. Çoxumuz bilirikmi onun əslində yeni yaranan mənası daban keçdi? Xeyr, təbii ki, çoxumuz
şəxs olaraq, məsələn, uşaqları götürək, gəncləri götürək. Gənclərin belə çoxu həmin rajok sözdə davankeş yeni yaranan mənanın verilməsini bilmir. Ona görə neologizmlər də ümumşərh olmayan leksikaya daxildir. Sonra məsələn, bununla yanaşı beynəlmiləl sözlər var. Beynəlmiləl sözlər də bütün dünya dillərində istifadə olunan sözlərdir. Məsələn, tutaq ki, respublika, demokratiya və s. mənası bütün dillərdə başa düşülür. Bu sözləri də deyirik beynəlmiləl sözlər. Daha sonra terminlər daha çox alınma olur. Daha çox alınma olur. Alınma olur. Bu da nə ilə yadda saxlayın? Elm sahələri ilə bağlı olan sözlər çoxlu digər dünya dövlətlərində istifadə olunan sözlərdir. Hansı ki, bu belə deyim də, terminlər istifadə olunur elmi üslubda adətən, yəni dərsliklərindir, elmi monoqrafiyalarındır və s. bunların dili olaraq. Və bu sözlər də daha çox kəşflər başqa ölkə alimləri tərəfindən olunur. Yəni, hansı dildə yaranırsa o dillərdən keçirilsə, ona görə daha çox alınma olur. Ancaq milli terminlər də var. Humanitar elmlərdə milli terminlərdən də geniş istifadə olunur. Məsələn, tutaq ki, tarixdir, ədəbiyyatdır və s. Daha sonra terminləri iki qrupa bölürük. Var yalnız termin kimi işlənə bilən sözlər, yalnız termin. Bir də var həm termin, həm də ümumşərh söz kimi işlənənlər. Həm də ümumşərh söz kimi işlənənlər. Yalnız termin kimi işlənən sözlər, məsələn, tutaq ki, deyək metafor sözü. Metafor sözü sadəcə olaraq nədə işlənir? Ədəbiyyatda işlənir. Bugün bizim hər birimiz metafor sözünün mənasını bilirikmi? Xeyr. Kimlər ədəbiyyat oxuyursa və yaxud məktəbdə oxuyursa və s. sadəcə bunlar biləcək metafor sözünün mənasını. Bir riyaziyyat müəlliminə soruşsaq ki, metafor nəyə deyilir? Yəqin ki, metafor sözünün mənasını izah edə bilməz. Ancaq məsələn, həm termin, həm də ümumşərh söz kimi işlənənlər, yəni bu həm müxtəlif hər hansısa bir elm sahəsində istifadə olunur, həmçində gündəlik nitqimizdə istifadə olunur, hər kəs tərəfindən mənası başa düşülür deməkdir. Məsələn, tutaq ki, götürək ahəng sözünü. Ahəng sözü Azərbaycan dilinə aid termindir. Ahəng qanunu, özünün tərifi var. Ancaq gündəlik nitqimizdə də nə işlədirik? Məsələn, rənglərin ahəngi, səslərin ahəngi və s. Məsələn, deyirəm enerji sözünü. Enerjinin fizikada xüsusi tapılma düsturu var, tərifi var və s. Bu fizikaya aid termindir. Amma həmçinin də gündəlik nitqimizdə deyirik ki, enerjisi tükənmək bilmir, insanın enerjisindən söhbət gedir. Bu mənası da ümumşərhdir. Və yaxud məsələn, götürək bucaq sözünü. Bucaq sözü riyaziyyatda növləri var, həmçinin dərəcələri var və s. Ancaq gündəlik nitqimizdə də deyirik, məsələn, evin künc bucağını təmizlə və s. Yəni, həm termin, həm də ümumşərh söz kimi işlənən nə deməkdir? Yəni, həm hər hansısa bir elm sahəsində biz buna rast gəlirik, həmçində gündəlik nitqimizdə istifadə edirik, mənasını hər kəs başa düşür. Məsələn, ahəng sözünü ahəng qanunu kimi Azərbaycan dili oxuyanlar biləcək. Ahəng qanunu oxumamış bir şəxsə versək, təbii ki, izah edə bilməz. Bu cür termindir. Amma gündəlik nitqimizdə rənglərin, səslərin ahəngi deyiriksə, bunun mənasını artıq hər kəs başa düşür və dərk edir. Bu sözlər oldu həm termin, həm də ümumşərh. Ancaq metafordur, məsələn, sinektoxadır, Azərbaycan dilindən götürək, mübtəda sözünü və yaxud məsələn, tamamlıq sözünü və s. Bunların mənası hər kəs tərəfindən başa düşülür. Məsələn, xəbər sözünün mənası başa düşülür. Cümlə üzvü kimi termindir, bəli. Amma məsələn, tutaq ki, deyirəm ki, bu hadisə baş verəndə mənə xəbər edərsən. Artıq burada xəbər etmək mənası hər kəs tərəfindən başa düşülür. Deməli, bu da oldu terminlər. Həmçinin terminlərdə emosionallıq, ekspresivlik, məcazli anlayışları olmur. Buna da diqqət yetirmək lazımdır. Yəni, mübtəda sözünü heç kəs məcazi mənada işlətmir. Bu oldu terminlər. Daha sonra dialektlər. Dialektlər nədir? Dialektlər müəyyən bölgə daxilində işlədilən sözlərdir. Müəyyən bölgə daxilində işlədilən sözlər. Və hər bir bölgənin özünə məxsus dialekt sözləri var. Bir dialekt anlayışı var, bir də şivə anlayışı var.
Bəzən dialekt sözlər əvəzinə şivə sözlərindən də istifadə olunur. Ancaq dialekt və şivə bir-birindən fərqlənir. Dialekt daha geniş ərazini əhatə edir. Ancaq şivə dialekt daxilində məhdud ərazini ifadə edir. Yəni bu nə deməkdir? Məsələn, tutaq ki, Şəki bölgəsi hamısı istifadə edir bir dənə sözdən. Bu olacaqdır dialekt. Ancaq məsələn, tutaq ki, Şəkinin bir kəndi, Şəkinin kəndi istifadə edir hər hansısa bir sözdən. Bütün Şəki bölgəsi istifadə etmir. Bu artıq olur şivə. Yəni, şivə dialekt daxilində daha məhdud ərazini ifadə edir. Biri var, bir sözü bütün Şəki bölgəsi istifadə edir, bu olur dialekt. Amma bir də var, bir söz sadəcə Şəkinin bir kəndində istifadə olunur, bu artıq nə olur? Bu adlanır şivə sözləri. Və dialekt sözlər hansı bölgədə işlənirsə, həmin bölgədəki şəxslər tərəfindən mənası başa düşülür. Ancaq digər bölgədəki və yaxud da ümumi respublikadakı şəxslər tərəfindən onun mənasının başa düşülməsi mümkün deyil. Yəni, hər bir bölgənin özünə məxsus dialektləri vardır. Və dialekt sözlərin mütləq və mütləq nitqimizdə qarşılığı var. Mütləq dialekt sözlərin nitqimizdə ümumiləşdirək təbii ki, bir qarşılığı var. Məsələn, bəzi dialekt sözlərə baxaq. Məsələn, Doqqaz. Doqqaz küçə mənasında işlənir. Sonra, məsələn, Qənbər. Yumru, hamar, daş mənasında işlənir. Yumru, hamar, daş. Sonra, məsələn, Anarı. O tərəf mənasında işlənir. Sonra, məsələn, Kəbə, Məkə, Qarqundey, Peyğəmbəri. Sonra, Sütül. Və s. Bunlar hamısı hansı mənanı ifadə edir? Qarğıdalı mənasını ifadə edir. Sonra, məsələn, Gülbəsər, Yelpənək, xiyar mənasını ifadə edir. Sonra, Maş, lobya mənasını ifadə edir. Sonra, Ceviz, qoz mənasını ifadə edir. Və yaxud, məsələn, tutaq ki, deyirik, əhpək, çörək mənasını ifadə edir. Sonra, hancarı, necə mənasını ifadə edir. Qəməlti, bıçaq mənasını ifadə edir. Təknə, çörək qabı mənasını ifadə edir və s. Yəni, bu sözlərin nitqimizdə, dilimizdə bir qarşılığı var. Ancaq bu mənalar hansısa bölgədə işlənən sözlərdir ki, həmin bölgədə qarğıdalı əvəzinə qarqundey deyilir, və yaxud sütü deyilir, peyğəmbər deyilir və s. Yəni, dialekt sözləri və dialekt sözlərin qarşılığını bilmək lazımdır. Bu da olur dialektlər. Daha sonra köhnəlmiş sözlər. Köhnəlmiş sözlər. Köhnəlmiş sözləri iki qrupa bölürük. Var tarixizmlər və arxaizmlər. Tarixizmlər həm özü, həm də ifadə etdiyi məna dilimizdən çıxır. Deməli, həm özü, həm də ifadə etdiyi məna, bugün yoxdur, dilimizdən çıxıb. Ancaq arxaizmlərdə söz dilimizdən çıxır, ancaq ifadə etdiyi məna qalır. İfadə etdiyi məna qalır. Tarixizmlər adətən dövrlər dəyişdikcə, cəmiyyət dəyişdikcə, məişət həyatı dəyişdikcə, dövr, sülalələr dəyişdikcə dilimizdən çıxan sözlərdir. Və həmin sözlərin həm özü, həm də ifadə etdiyi məna birbaşa olaraq artıq bugünkü dövrdə istifadə olunur. Məsələn, tutaq ki, deyirik töycü. Töycü verginin adıdır, düzdürmü? Bugün həmin vergidən istifadə olunurmu? Və yaxud da onun yerinə başqa bir, o məzmunu ifadə edən bir vergidən istifadə olunurmu? Xeyr. Həm özü çıxıb, həm ifadə etdiyi vergi çıxıb. Və yaxud, məsələn, deyirik dinar. Pul vahididir, dilimizdən tamamilə çıxıb. Və yaxud, məsələn, deyirik darğa. Dilimizdən tamamilə çıxıb, bugün ifadə etdiyi bir mənada yoxdur. Bu sözlər adlanır tarixizmlər. Ancaq arxaizmlərdə sözün özü çıxır,
Ancaq ifadə etdiyi məna qalır. Məsələn, tutaq ki, uçmaq. Bu sözü bugün biz işlədirik quşun uçmağı, məsələn, qanadlanmaq mənasını işlədirik və yaxud divarın uçmağı, yəni dağılmaq mənasını işlədirik. Ancaq arxaik məna olaraq dilimizdən tamamilə çıxıbdır və mənası da cənnət deməkdir. Yəni, əvvəl cənnət əvəzinə hansı sözdən istifadə olunub? Uçmaq sözündən istifadə olunub. Amma bugün bu söz dilimizdən çıxır, biz bunun yerinə hansı sözdən istifadə edirik? Cənnət. Yəni, sözün özü çıxıb ifadə etdiyi məna artıq qalır. O anlayışda yenə biz cənnət deyirik. Və yaxud, məsələn, damu, cəhənnəm. Damu sözünü işlətmirik, cəhənnəm sözündən istifadə edirik. Və yaxud, məsələn, yağmalamaq. Biz talamaq sözündən istifadə edirik. Və yaxud, məsələn, güz, payız mənasında. Məsələn, yazı, çöl mənasında və s. Yəni, arxaizmlərdə sözün özü dilimizdən çıxır, ifadə etdiyi məna qalır. İndi bəzi arxaizmlər də var ki, biz onlara dirilən sözlər deyirik. Dirilən və yaxud da dirçələn sözlər. Bunlar nə deməkdir? Baxın, uçmaq sözü daxildir, yazı sözü daxildir. Bunlar dirilən söz hesab olunur. Bu nə deməkdir? Yəni, bir sözün həm arxaik ifadə etdiyi məna var, həm də bugünkü dövrdə ifadə etdiyi məna var. Yəni, bir mənası var ki, o artıq bugünkü dövrdə işlənmir, amma bugünkü dövrdə tamamilə başqa mənada yenə həmin sözə rast gəlir. Məsələn, uçmaq sözü cənnət mənasında arxaik sözdür. Amma qanadlanmaq mənasında, dağılmaq mənasında nədir? Artıq yenidən formalaşmış, yəni dirçələn sözdür. Və yaxud, məsələn, tutaq ki, yazı sözü çöl mənasında arxaik sözdür. Amma mətn mənasında biz bugün yazı sözünü yenə istifadə edirik. Ona görə dirilən sözdür. Və yaxud, məsələn, deyək, arı sözünü. Arı sözü təmiz mənasında köhnəlib də istifadə etmirik. Amma biz bugün arı dedikdə nə nəzərdə tutulur? Həşərat nəzərdə tutulur, dirçələn sözdür. Və yaxud kəpənək sözü. Yapıncı mənasında köhnəlmiş sözdür. Ancaq həşərat mənasında yenə nə olacaqdır? Təbii ki, dirçələn söz olacaq. Və yaxud, məsələn, tutaq ki, götürək dəli sözünü. Dəli sözü əvvəl hansı mənada işlənib? İgid mənasında. Məsələn, biz bunu Koroğlu eposundan bilirik ki, Koroğlunun dəliləri dedikdə onun igidləri nəzərdə tutulur. Amma bugün ruhi xəstə mənasında, yəni psixologiya pozğunluğu olan mənasında istifadə edirik. Deməli, həmçinin də dirçələn sözdür. Bunlar da olur arxaizmlər. Sağ olun, sağlıqla qalın.